Orta Asiya türkləri arasında geniş yayılmış Edigey dastanının Başqırtlar, Tatarlar, Qazaxlar, Noqaylar və digər türk xalqları arasında onlarla variantı var. Edigey dastanı orta əsrlərdə Qızıl Orda tarixində müstəsna rolu olan tarixi şəxsiyyət olan Edigey haqqında yazılmış bir dastandır. İbn Ərəbşahın verdiyi məlumata görə Edigey özü haqqında yazılmış dastanı dinləyibdir. Dastan çox geniş yayılıb türk xalqları arasında. Sovet İttifaqı illərində Sovet inkvizisiyasının çox ciddi qadağalarına məruz qalmış bir dastandır. Hətta Dədə Qorqud dastanı 50-ci illərdə bəraət aldığı halda belə 1980-ci ilə qədər Edigey dastanı həmin qadağalardan yaxa qurtara bilməmişdi. Üstəgəl Edigey dastanının qoşulduğu bir 40 Batır haqqında dastan silsiləsi var ki, o Edigeyin şəcərəsinə aid olan bir dastandır və çox təəssüf ki, həmin dastan şəcərənin də öyrənilməsi və qəhrəmanlıq dastanlarının öyrənilməsinə qoyulmuş qadağaların hamısı məhz Edigey dastanının üzərinə düşmüşdü. Edigey dastanının Azərbaycan dilinə biz 45 variantını tərcümə eləmişik və hazırda dastanın 80-dən çox variantı türk xalqları arasında mövcuddur. Dastanın əsas məzmunu orta əsrlərdə Qızıl Orda tarixini əks etdirir və Toxtamış xanla Edigeyin arasındakı mübarizədən bəhs eləyir. Dastanın tədqiqatçıları arasında Jirmunski, Aşim Sikaliyevin adını çəkmək olar, Bartold, Radlov və onlarla türkoloqlar bu dastanın tədqiqatına töhfələr vermişdi. Qazaxıstanda dastanın təxminən 17 variantı əlimizdə var. Tatarlar arasında 15 variantı bizdə var və bunların hamısı tədqiqata cəlb olunubdur. Azərbaycanda da Edigey haqqında Qızıl Orda dastanı adlı bir kitab çap eləmişik. Redaktoru Professor Əfsələddin Əsgərdir. Dastan milli azadlıq ruhuna, türk xalqlarının bir bayraq altında birləşməsinə həsr olunmuş bir dastandır. Dastan mifoloji və dini motivlərlə çox zəngindir. Dastanın dili də təbii ki, kifayət qədər araşdırılmamış bir mövzudur. Türk xalqları arasında təbii ki, söhbət o türk xalqlarından gedir. Dini mifoloji motivləri çox zəngindir. Dini aspektdən tarixi şəxsiyyət olan Edigeyi Qızıl Ordadan sonra o Noqay Ordasının banisi hesab edilir və həmin Noqay Ordasını yaratdığına görə onu Rəsulullah adlandırırlar və hətta dastanın tərkibində belə o özünü Rəsulullah, Beytullah, Məkkə, Əzrail və Cəbrail kimi dini adlar çəkilməklə yanaşı, eyni zamanda mifoloji adlar da var. Epik qəhrəman olan Edigey Albastının pəri qızının övladıdır və o sonrakı dönəmdə artıq o həyatında pəri qızının da, Albastının da Edigeyin həyatında heç bir rolu olmur. Dastanın içərisində ata-oğul qarşıdurması kifayət qədər geniş təhlil olunur ki, bu da yenə də tarixi mənbələrə, Rus salnamələrində öz əksini tapır. Edigey həqiqətən də həyatda öz oğlu ilə, yəni tarixi mənbələr göstərir ki, öz oğlu ilə qarşı-qarşıya vuruşub, oğlu Toxtamış tərəfdə döyüşüb atasına qarşı, özü isə Teymurləng tərəfindən, Əmir Teymur tərəfində dayanıb və onun tərəfində vuruşubdur. Amma tarixi mənbələrdə göstərilir ki, Edigey ilə Toxtamışın arasındakı münaqişələrin əsas başında dayanan onun Əmir Teymura olan rəğbəti olub əslində. Amma bu elə deyildi. Burada Əmir Teymurla Toxtamış arasındakı münaqişələrdə hər zaman qalib olan adam Edigeyin məhz özü olurdu. Çünki Edigey bu münaqişədən istifadə edərək Qızıl Ordanın süqutundan sonra Noqay Ordasını yaratdı və Edigey dastanı da həmin dönəmi əks etdirir və bir çox türk xalqlarını həmin Noqay Ordasında türk tayfalarını həmin Noqay Ordasında birləşdirmişdi.
Edigey dastanında xüsusilə Azərbaycan dilinə tərcüməsi zamanı diqqətimizi cəlb edən bir fakt oldu. Tarixi faktlardan göründüyü kimi Edigey hər zaman özü ilə müdrikləri, alimləri və pir sahiblərini hər yerə aparırdı və onları çox eşidirdi. Bu sonuncu dəfə Toxtamış dastanın əvvəlində də göründüyü kimi Toxtamış onu yuxu görməsi nəticəsində o gələcəkdəki potensial düşmən olaraq gördüyü üçün onu körpə ikən beşiyində öldürmək istəyir. Və Edigeyin bu zaafını, bu zəif nöqtəsini, yəni pirlərə, böyüklərə o adam etiraz edə bilmədiyini nəzərə alaraqdan Toxtamış xan onun yanına Pir Qaləddin deyə bir adam göndərir və həmin Pir Qaləddini düşünür ki, Edigey onu geri çevirməyəcək və müharibəyə girməyəcək. Amma Edigey çox maraqlı, bugünkü dövrümüz üçün bizlə səsləşən çox maraqlı bir kiçik bir monoloqu var, mən onu demək istəyərdim. Deməli, Pir Qaləddin ona deyir ki, müharibəyə girmə və öyüd nəsihət verir, amma onun əvəzində Edigey deyir. O zaman söylədi Edigey, dost olmaq elçidən, düşmən qılmaq düşməndən. Yaxşı dedin ustadım, xalqımı yurtdan köçürüb Toxtamış xan, atam Qotlu Qayanı böyük kötüyə çöktürüb, başını kəsərkən, onda pirim, hardaydın? Altı oğullu Cantemir, o da sənin kimi pirdi. Atamı da o gizlətdi. Məni də bil gizlədən, bax, o qoca pir idi. Mən qundaqda yatanda, Toxtamış məni öldürəndə, Cantemir öz oğlunu mənimlə dəyişəndə, Toxtamış onu kəsəndə, məsum körpə balaların beşikdə qanı axanda, onda pirim hardaydın? İdil ilə yayıqdan, Tatarın bütün yurdundan, hökm eylədiyim torpağımdan, Toxtamış xan məni qovanda, onda pirim, hardaydın? Günahsız oğlum Nuradına axsaq, taya mindirib, yamaqlı paltar geydirib, Toxtamış kimi ulu xan, onu çölə qovarkən, onda pirim, hardaydın? Və s. və bu şəkildə o döyüşə gedir. O bu dəfə onu dinləmədən döyüşə girir və təbii ki, qalib gəlir və burada Toxtamışı öldürür. Dastan əslində hər epizodu dastanın ən xırda detallarına qədər salnamələrdə öz əksini tapır. Rus salnamələri kifayət qədər geniş şəkildə Edigey dastanını demək olar ki, addım-ba-addım izləyir. Burada dastanın harda tarixin başlandığını, harda epik mətnin başlandığını müəyyənləşdirmək çox çətindir.